1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskar missiyası ilə ölkəmizin müstəqilliyini qorudu. Respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bugün Milli Qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir. Regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Milli Qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə özlərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi. Respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Axıcı müsavat hakimiyyəti isə təbii ki, Heydər Əliyevin uğurlarını qısqanclıqla qarşılayıb ona mane olmağa çalışdı. Vəziyyətdən səbrlə çıxan Prezident Heydər Əliyev televiziya vasitəsilə xalqa müraciət etdi. İyunun 20-sində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə yerli və xarici jurnalistlər üçün brifinq keçirdi. İyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət Respublikanı informasiya blokadasından çıxartdı. Dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarə etmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu. Xalqımız Azərbaycan və Azərbaycançılıq ideyaları ətrafında birləşdi. Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu. Ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu. Əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı. Xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı. Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 iyun Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. Tanıdıq. Küçələrə su səpmişəm. Sevdik. Sevindik. Mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Qürurlandıq. Ayrılarmı? Könül candan. Duyğulandıq. Burada da çox duyğulandım. Yaxınlaşdıq. Biz azadıq. Biz müstəqilik. Biz sərbəstdik. Gücləndik. Ucaldıq. Yaşatdıq. Vaqif poeziya günləri keçirilərkən atamın 59 yaşı var idi. Bugün mənim 59 yaşım var. Yaşadırıq. Ömrünü bizə həsr edəni hər an yaşadırıq. Kəşflərimizlə, uğurlarımızla, inamlı gedişlərimizlə, Azərbaycanımızı yüksəltməklə,
Gələcək yüzillər üçün irsini yaşadırıq. 70 illik əsarətdən sonra azadlıq əldə edəsən, o da ölkə daxili xaos və hakimiyyət böhranına görə yenidən təhlükə altına düşə. Hələ bu əlverişli fürsətdən məharətlə istifadə edən yağı düşməni də nəzərə alsaq, ortadakı mənzərə daha aydın şəkildə bəlli olur. Vətəni bu od alovun içindən xilas etmək, müstəqilliyə doğru kövrək addımlarını atmağa çalışan ölkəni möhkəmləndirmək isə hər siyasətçinin, dövlət adamının işi deyildi. Belə bir vəziyyətdə xalqın ayağa qalxmasından, Heydər Əliyevi siyasi rəhbərliyə gətirəcəyindən ehtiyat edən hakim qüvvələr hər vəcihlə bu prosesə mane olmağa çalışırdılar. Lakin xalq yaxşı başa düşürdü ki, onu bu təhlükədən xilas edə biləcək yeganə şəxs məhz Heydər Əliyevdir. Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı qəbul olunsun və dövlət bayrağı Azərbaycan Demokratik Respublikasının 3 rəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunsun. Demək, Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı qəbul olundu. Bu ağır devrində bu yükü özlərimə götürmüşəm. Və götürmüşəm ona görə yox ki, bu vəzifə mənə lazımdır bəziləri üçün. Bəziləri ona can atırlar, yox. Götürmüşəm ona görə ki, öz bacı qardaşlarıma, öz doğma vətənimə, doğma vətəndaşlarıma, doğma torpağıma xidmət edim. Mən bu kontraktın hazırlanmasında, imzalanmasında iştirak etdiyimə görə özümü çox xoşbəxt hesab edirəm. Üzərimə götürdüyüm məsuliyyəti dərk edirəm və ümidvaram ki, gələcək nəsillər bugün burada baş verən tarix hadisəni layiqincə qiymətləndirəcək. Biz azadıq, biz müstəqilik, biz sərbəstdik. Bundan sonra Azərbaycan heç kəsdən asılı olmayacaqdır. Heç kəsin vassalı olmayacaqdır. Ancaq özü öz taleyini hər gün əldə edəcək və öz gələcəyini əldə edəcəkdir. Müstəqil, sərbəst olacaq. Məni 93-cü ildə bura Bakıya dəvət edərkən mən bilirdim ki, burada nə qədər çətin və ağır vəziyyət var. Mənim əlimdə nə silahlı dəstə vardı, nə mənim ordum vardı, nə mənim bir qruppam vardı, heç bir şey yox. Sual olunur, nə arxalandı Heydər Əliyev? Durdu, gəldi, bodun içine girdi. Halqa, düz deyirsiniz. Sizə, halqa, əgər mən sizə inanmasaydım, mən sizə etibar etməsəydim, mən sizə arxalanmasaydım, mən bu məsuliyyəti özlərimə götürə bilməzdim. Mən bugün də sizə arxalanıram, sizin dəstəyinizi arxalanıram və əminəm ki, sizlə birlikdə biz Azərbaycanı bundan sonra daha da yüksəklərə qaldıracağıq. Əsarətlə cəsarət arasında bir hərf fərqi var. Əsarətdən cəsarətə gedən yolda bir qəhrəmanlıq. Qanla can arasındakı fərq bir xilaskarın fərqidir. Quruluşu qurtuluşa çevirən də bir hərf deyil, bir addır. Heydər Əliyev. Mənim özüm də, mənim evlatlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırım. Bugün ulu öndərə minnətdar, dünyaya görə cəsur, gələcək nəsillər qarşısında qürurluyuq. Qurtuluş günümüz mübarək.